Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda sürücü sükan arxasında ölüb. Xəbər verilir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsinə qeydə alınıb. Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Davud Salmanov idarə etdiyi Ford markalı 90 JR 489 nömrəli avtomobildə ürək çatışmazlığından həyatını itirib. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Faktla bağlı araşdırma aparılır. Əməkdar artist Yusif Mustafayev verdiyi açıqlama ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xəbər verilir ki, sənətçi ailə münasibətləri və həyat tərzi barədə danışaraq xanımına qarşı hər zaman həssas davranmağa çalışdığını bildirib. O, həmçinin qadınların işləməsi ilə bağlı fikirlərini də bölüşüb. Yusif Mustafayev qeyd edib ki, onların ailəsində qadınların işləməsi mövzusu geniş şəkildə gündəmdə olmayıb və özlərini köhnə düşüncəli insanlar kimi xarakterizə edib. Mən xanımımın xətrinə heç vaxt dəyməməyə çalışmışam. İşləmək məsələsinə gəldikdə isə bizdə qadınların işləməsi söhbət olmayıb. Biz çox köhnə adamlarıq. Onun bu sözləri sosial mediada fərqli reaksiyalar doğurub. Bir qism istifadəçilər sənətçinin ailə dəyərlərinə sadiqliyini vurğulasa da, digərləri açıqlamanı mübahisəli hesab edərək tənqid ediblər. Sözgedən etiraf qısa müddətdə geniş rezonans doğurub.